Əvvəlcə işəgötürən digital login portalı üzərindən EMAS kabinetinə daxil olmalıdır. Bunun üçün digital login portalının axtarış bölməsinə EMAS yazaraq əmək və məşğulluq alt sisteminə daxil olunur. EMAS portalında hesabı dəyiş bölməsindən işəgötürən hesabına keçid edilir. Daha sonra ekranın sol tərəfindən EMAS, onlayn əmək müqaviləsi, onlayn əmək müqaviləsi yarat düyməsi seçilir. Bu hissədən etibarən proses əvvəlki qaydada davam etdiyindən bu hissəni sürətlə keçəcəyik. Əməkdaşın qəbul edilməsi nəzərdə tutulan vəzifə seçildikdən sonra onun məlumatları müvafiq xanalara daxil edilir. Daxil edilmiş əmək müqaviləsinin forması ekranda göründükdən sonra ekranın aşağı sağ küncündə sənədin qeydiyyatı düyməsi seçilir. Əməliyyat müvəffəqiyyətlə icra olundu bildirişi ekranda göründükdən sonra işəgötürən yenidən əsas səhifədən EMAS, onlayn əmək müqaviləsi, onlayn əmək müqaviləsi reyestri, icrada olan onlayn əmək müqavilələri bölməsinə daxil olur. Açılan pəncərədə yeni daxil edilmiş əməkdaşın müqaviləsinin sağ tərəfindəki drop listi açaraq təsdiqə göndər düyməsini seçməklə onlayn əmək müqaviləsini əməkdaşın imzalaması üçün onun təsdiqinə göndərir. Əməkdaş onlayn əmək müqaviləsini imzalaması üçün digital login hesabına Sima imza mobil proqramı vasitəsilə daxil olaraq axtarış bölməsinə EMAS yazaraq əmək və məşğulluq alt sisteminə daxil olur. EMAS kabinetinin əsas səhifəsindən EMAS, onlayn əmək müqaviləsi, onlayn əmək müqaviləsi reyestri, təsdiq gözləyən onlayn əmək müqaviləsi bölməsinə daxil olur. Açılan pəncərədə onun təsdiqinə göndərilmiş onlayn əmək müqaviləsinin sağ tərəfindən drop listi açaraq imzala düyməsini sıxır. Ekranda açılan əmək müqaviləsini oxuyub tanış olduqdan sonra ekranın aşağı sağ küncündə Sima ilə imzala düyməsini sıxır. Ekranda görünən QR kodu Sima imza mobil tətbiqindən skan et düyməsini sıxaraq skan edir və sənədin imzalanmasını təmin edir. Əməliyyat müvəffəqiyyətlə icra olundu bildirişi ekranda göründükdən sonra onlayn əmək müqaviləsi işəgötürənin yekun təsdiqinə göndərilir. Məlumat üçün qeyd edim ki, işçi tərəfindən əmək müqaviləsinin onlayn imzalanması prosesi iOS və Android əməliyyat sisteminə malik mobil cihazlar vasitəsilə də eyni qaydada icra edilə bilər. Daha sonra işəgötürən öz EMAS kabinetinə daxil olaraq əsas səhifədən EMAS, onlayn əmək müqaviləsi, onlayn əmək müqaviləsi reyestri, icrada olan onlayn əmək müqavilələri bölməsinə daxil olaraq açılan pəncərədə əməkdaş tərəfindən onlayn imzalanmış müqavilənin sağ tərəfindəki drop listi açaraq imzala düyməsini seçməklə onlayn əmək müqaviləsini imzalayır. Əməliyyat müvəffəqiyyətlə icra olundu bildirişi ekranda göründükdən sonra onlayn əmək müqaviləsi əsas səhifədən EMAS, onlayn əmək müqaviləsi, onlayn əmək müqaviləsi reyestri qüvvədə olan əmək müqavilələri siyahısına düşür və proses yekunlaşır.